Deməli, mətndə hansı sualımızın cavabı var? 19-cu əsrin birinci yarısında London hansı şəhərlərə bənzəyir? 19-cu əsrin birinci yarısında 1850-ci illərə qədər ki vaxtı nəzərdə tutur və ikinci paraqrafın ilk cümləsində də həmçinin qeyd olunur ki, London 1843-cü ildə London digər şəhərlərdən tamamilə fərqlənirdi və s. Burada birincisi fərqlənməklə danışır, ikincisindəki hansı şəhər olduğu ilə bağlı məlumat yoxdur. Ə, Sadəcə digər şəhərlərdən fərqləndiyi deyilir. Ona görə birin cavabı yoxdur. İkincidə, deməli, nə qədər insana ev sahibliyi eləyirdi keçmişdən bu yaxına qədər. Baxın, burada iki informasiya var. Birincisi, burada deyir hundreds of thousands, 10 minlərlə. Bu deməli dəqiq cavab deyil. Bizdən soruşulan budur. Əgər soruşsaydı bugün nə qədər insana ev sahibliyi eləyir, okey, burada deyərdik ki 10 min. Amma burada until olan hissəni soruşur. Until recently, baxın, eyni şeydir. Burada 100 minlərlənin cavabı yoxdur. Hundreds of thousands 100 minlərlə deməkdir və konkret sayı olmadığı üçün hamının cavabı olaraq götürmürük. Üçüncüsündə isə London haqqında ilk yazan ilk müəllif kimdir? Burada ilk müəllif yoxdur. Yəni biz burada görürük ki, bir fransız şairəsi və yazıcısı bu haqqda, şairi və yazıcısı bu haqqda yazır. Lakin ilk yazan odur, bəlli deyil, ya da Charles Dickens ilk yazan budurmu, bəlli deyil. Yəni ilk yazan haqqında məlumat yoxdur. Gəlin dördüncüyə. London hal-hazırda Avropanın hansı paytaxt şəhərinə bənzəyir? Baxın, burada qeyd olunur ki, baxın bu isə Paris. Deməli, yəni Paris hər ikisi Avropanın böyük şəhərlərindən biridir. Hər ikisi də deməli valeh edicidir və s. Burada deməli biz 5-i cavab, 4-ü cavab olaraq götürə bilirik. Və 5-cisində Tower of London və Westminster Abbey-in yaşı neçədir? Baxın, burada yazıbdır ki, 1000 years old. Yəni 1000 yaşları var. Konkret artıq yaşdır. Minlərlə demir, 1000 yaşı var deyir. Ona görə 4-ü cavab olaraq, 5-i cavab olaraq götürəcəyik.